Salam, hər vaxtınız xeyir. 9 nömrəli sınağa baxaq. Deməli 5-ci sualda deyir ki, sənin təhlükəsizliyin üçün bu supermarket 24 saat video nəzarəti altındadır. Dükan oğruları barəsində polisə məlumat veriləcək. Sonra davamında isə variantlarda deyir ki, A bəndində supermarket qorunmur, bu yanlışdır. B bəndində deyir ki, təhlükəsizlik kameraları gecə və gündüz işləyir. Elə cavabımız olur B bəndi. 6-cı sualda təşəkkürlər məni dəvət etdiyinə görə futbol oynamağa bu gün orta. Mən həqiqətən də istəyərdim, amma mən kömək etməliyəm atama bağda. Bəlkə biz onun əvəzinə sabah oynaya bilərik. Bunu Mark yazıbdır. Deməli, Mark məşğuldur kömək etməyə, bugün atasına kömək etmək üçün məşğuldur. Bəli, elə cavabımız olur A bəndi. 7-ci sualda isə deyir ki, salam Mark, sən dəvət olunmusan mənim məzuniyyət partimə, şənliyimə. Saat 6-da cümə günü olacaq. Bizim məktəbin həyətində zəhmət olmasa öz kameranı gətir, çünki biz çoxlu şəkillər çəkdirəcəyik. Mən ümid edirəm ki, sən gələ bilərsən. Bunu da Alice Marka yazıbdır. İndi variantlara baxaq. A bəndində deyir ki, parti 6-cı gün, yəni şənbə günü, amma burada Friday yazıbdır. Cümə günü baş verəcək, yəni olacaq, keçiriləcək. Parti saat 3-də olacaq, 3-də yox, 6-da olacaqdır. Markdan xahiş olunur ki, yemək gətirsin partiyə. Yemək yox, burada kamera gətirmək istənilir. D bəndə deyir ki, parti baş tutacaq məktəbin bağında. Bu da doğrudur. Məktəbin bağında deyirdi o olacaq. Elə cavab olur D bəndi. Sonra baxaq mətnimizə. Diwali ən vacib Hindu festivallarından biridir və qeyd olunur əsasən Hindistanda. O tanınır işıqlar festivalı kimi. İnsanlar bəzəyirlər öz evlərini kiçik lampalarla və rəngli işıqlarla. İşıqlar simvolizə eləyir yaxşılığın qələbəsini, pislik və yaxşılığın qələbəsini pislik üzərində və zülmət üzərində isə parlaqlığın qələbəsini simvolizə eləyir. Ailələr təmizləyir öz evlərini və hazırlayırlar xüsusi şirinlər və yeməklər. Onlar geyinirlər yeni geyimlər və hədiyyələri dostları və qohumları ilə dəyişirlər. Atəşfəşanlıq Diwalinin önəmli hissəsidir və uşaqlar xüsusilə də rəngli atəşfəşanlığa baxmağı, gecə səmada baxmaqdan zövq alırlar. Sonra var çoxlu əfsanələr Diwali haqqında. Ən məşhurlarından biri isə odur ki, 14 yaşından sonra Lord Ramanın qayıdışıdır. İnsanlar lampaları yandırırlar ki, onların evinə gəlsin. Bugün Diwali xoş bayramdır. Yəni elə bir xoş bayramdır ki, ailələri bir araya gətirir və xoşbəxtlik yayır. Sonra burada deməli baxaq 8-ci suala. 8-də mətnimizin nə barəsində olduğunu deyir bizə. Cavabımız olar, deməli A bəndində deyir ki, Hindistan şirinlərinin hazırlanması yox, elə B bəndidir ki, işıqlar festivalı haqqındadır. 9-da doğru variantı istəyir bizdən. A bəndində deyir ki, Diwali rənglər yox, işıqlar festivalı adlanırdı. B-də deyir ki, sadəcə Hindistanda keçirilir, amma burada sadəcə demir. Mətndə deyilir ki, bir dəqiqə, əsasən mainly, yəni əsasən Hindistanda qeyd olunur. Sadəcə o deməkdir, sırf Hindistanda olur, başqa bir ərazilərdə olmur. Ona görə B bəndi də yanlışdır. C bəndində deyir ki, insanlar evlərini təmizləyirlər və yeni geyimlər geyinirlər. Bu ilə doğru bənddir. Bunu yerinə baxaq.
Deməli, burada deyir ki, insanlar evlərini təmizləyirlər, şirinliklər hazırlayırlar və yeni paltarlar geyinirlər. Ona görə cavabımız 9-cu sualda olur, C bəndi. 10-cu sualda insanlar lampaları yandırırlar divali ərzində. Yəni, nəyə görə yandırırlar? Bu hissə də burada verilmişdi. Onlar lampaları yandırırlar ki, onların evinə, yəni Lord Rama onların evinə gəlsin. Ona görə cavabımız onda olacaq elə A bəndi. 11-ci sualda people enjoy most during Diwali. Diwali ərzində ən çox insanlar nədən zövq alırlar? Burada əvvələ baxsaq, deyir ki, atəşfəşanlıq onun vacib hissəsidir və uşaqlar xüsusilə də ona baxmaqdan, qaranlıq səmada rəngli atəşfəşanlığa baxmaqdan zövq alırlar. Ona görə cavabımız olur burada B bəndi. Sonra 12-ci sualda bizdən yanlış variantları istəyir. Diwali İşıqlar Festivalıdır. Bu doğrudur. İnsanlar yeni geyimlər geyirlər və hədiyyə mübadiləsi edirlər. Bu da doğrudur. Lampalar qələbənin, üzr istəyirəm, zülmətin parlaqlıq üzərindəki qələbəsini simvolizə edir. Bu yanlışdır. 4-də isə deyir ki, Diwali ailələri bir araya gətirir. Bu da doğru cavabdır. İndi onların yerlərinə bircə dəqiqə baxaq. Bax, ailələri bir araya gətirməsi burada var. Sonra bizə yanlış hissə buranı veribdir sadəcə. Orada əslində deyir ki, parlaqlıq zülmət üzərində qələbə qazanır, amma oradakı cümlədə isə bunların yerini qarışıq bir şəkildə verib, yerlərini dəyişdirib, yəni mənası ilə çıxır ki, zülmət parlaqlıq işıqlıq üzərində qələbə çalırmış kimi çıxır. Sonra birinci cümləmizin cavabı İşıqlar Festivalı olması bu hissədə verilibdir bizə. İşıqlar Festivalı kimi tanınır. İkinci cümləmizdə isə deyir ki, yeni geyimlər geyinirlər və hədiyyə mübadiləsi edirlər. O da bu hissədədir ki, bayaq oxumuşduq. Yeni geyimlər geyinirlər və dostları, qohumları ilə hədiyyələri bir-birlərlə dəyişirlər. Mübadiləsini aparırlar, yəni. Bu bizim mətnimiz. Keçək qaydamıza. Burada boşluqdan sonra English gəlib, nə olduğunu bilmək üçün mənasına baxmalıyıq. Təbii ki, speak deyirsə, deməli burada ingilis dilindən söhbət gedir, ingilis dilində danışır deyir. Yanında language sözü olsaydı Z verərdik. Language sözü yoxdur deyə heç bir article vermirik. İkinci tərəfdə isə class sözü olacaq in the class, yəni ki, sinifdə. Sonra 14-cü sualda next var. Next gələcək zamanın zaman zərfidir. Ona görə olacaq burada C bəndi. 15-ci sualda məhsul növü istəyir. Burada did varsa bilirik ki, cümləmizə keçmiş zamanda məhsul verməli və bunun üçün də bizə lazımdır was were. Was were bir A bəndində var, bir D-də var, bir də Y bəndində var. D-də səhv odur ki, was-dan sonra bin olmaz. Y-də isə səhv odur ki, was-dan sonra gəlməlidir participle to forması. Participle to forması da written-dır. Ona görə cavab olur A bəndi. 16-cı sualda boşluqdan sonra to var. Could'dan sonra to olmaz. Able'dan sonra were-dan sonra will-in B-si yoxdur deyə yanlışdır. Yerdə qalan bütün variantlar doğrudur. Güclü yağışa baxmayaraq biz sona qədər futbol oynaya bildik. Tərcümə ilə cavabımız olur Y bəndi. 17-ci sualda not only but also ifadəsi var. Neyzə nor olmalıydı. Eyzə or olmalıdır. Both and olmalıdır. Eyzə yenə də or olmalıdır. Ona görə cavabımız olur A bəndi. 18-ci sualda yesterday sadə keçmiş zamanın zaman zərfidir. Qalırıq A və B arasında. Cümlənin mübtədası information sentence cəmdədir deyə cavabımız olur A bəndi cəmdə. Sonra 19-cu sualda deməli, ifadəmiz care of, ashamed of-dur. C bəndi olur. Sonra boşluqdan sonra 20-ci sualda isim gəlibdir. Özündən sonra tək variantlarda isim istəyən what-dur. A bəndi. 21-ci sualda sinonim cütlüyünü soruşur bizdən. Sinonim cütlüyü olur C bəndi. Different, müxtəlif, various da yenə də müxtəlif deməkdir. 22-ci sualda true, doğru, həqiqət deməkdir. Bunun opposite meaning, yəni əks mənalısını soruşur. Onun cavabı doğrudur deyirsə burada, deməli bizə lazım olacaq yanlış sözü. Cavab olur B bəndi.
23-cü sualda feel afraid kimisə qorxutmaq, frighten olacaq. Bu da qorxutmaq deməkdir. Take and use some nəyisə götürüb istifadə etmək, hansı ki başqa birinə məxsus olan şeyi götürüb istifadə etmək, bu borc almaq olacaq. Find out da aşkar etmək nəyisə ki, hansı ki əvvəllər sənin bilmədiyin bir şeyi aşkar etmək, bu da kəşf eləmək olacaq, olur C bəndi. B, C, A ilə cavabımız C bəndi oldu. Ölçüsündən, dəyərindən daha böyük olmaq. Cavabımız 24-də olar increase, artmaq. Sonra burada xəbərimiz cəmdir, ona görə zis zəti çıxarıq. Digər tərəfdə isə cümlə sonunda müstəqil işlənən yərik əvəzləyiyorlar. Your versək özündən sonra isim istəyərdi, ona görə səhvdir və cavabımız olur 1 və 3.